Salam, hər vaxtınız xeyir. Xəbərlərin saat 13 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Gülşən Aslanovadır. Xəbərlərə keçək. Rusiya-Ukrayna savaşının həlli üzrə fərqli planlar irəli sürülür. Hətta bəzi ərazilərin tamamilə Moskvanın nəzarətinə verilə biləcəyini nəzərdə tutan planlar da var. Belə bir layihələrdən biri isə Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi Steve Witkof'a məxsusdur. Son zamanlar mediada onun Kremlə meyl etməsini ilə bağlı iddialar dolaşır. Süjeti izləyək. Ukrayna böhranının həlli 4 bölgənin Rusiyaya tamamilə verilməsində görülür. Donetsk, Lugansk, Xerson və Zaporojye vilayətlərində Moskvanın nəzarətinin tanınması ilə savaş bitə bilər. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın xüsusi nümayəndəsi Steve Witkof'un bu fikirləri yenidən gündəmə gəlib. Kiyev Witkof'un sözü gedən təklifini dəfələrlə rədd edib. Xarici nəşrlər yazır ki, Trump administrasiyasının rəsmiləri arasında məsələ ilə əlaqədar fikir ayrılığı hökm sürür. Danışıqların dalana dirənməsi nümayəndələr yeni planlar irəli sürməsinə səbəb olub. İddialara görə münaqişənin həllinin gecikməsi Steve Witkoff və Kate Kellogg arasında mübahisələr yaradıb. Respublikaçılar Witkoff'un Rusiyaya meyil etdiyinə inanırlar. Onlar Kremlin Witkoff'un təcrübəsizliyindən istifadə etdiyindən narahatdırlar. Amerika Birləşmiş Ştatlarının ənənəvi müttəfiqi olan Avropa Birliyi ölkələri buna qarşı çıxacaq. Birinci növbədə bu müharibəni mənasızlaşdırır. Nəzərə alaq ki, istər Biden administrasiyası dövründə ilə Trump'ın öz dövründə də Amerika Birləşmiş Ştatları, həmçinin Avropa ölkələri külli miqdarda Ukraynaya vəsait xərclədilər. Biz Zelenskinin rəhbərliyi altında Ukraynada çox güclü hal-hazırda müqavimət hərəkatı gedir Rusiyaya qarşı. Bütün bunlar Avropa Birliyi və Vaşinqton və Brüssel arasındakı bu məsələdə fikir ayrılıqlarının yaranmasına səbəb olur. Xarici nəşrlər yazır ki, danışıqlar qrupunun tezliklə nəticə əldə etməsi üçün təzyiqlər edilir. Qərb təhlükəsizlik arxitekturasını poza biləcək addımların atılmasından narahatdır. Steve Witkoff'un Trump administrasiyasının xarici siyasətində həlledici rola malik olduğu bildirilir. Hələ 47-ci prezidentin inaugurasiyasından öncə Witkoff Qəzzada atəşkəsin əldə edilməsinə nail olub. Analitiklər onun son addımlarının Rusiya ritorikasına xidmət etdiyini düşünürlər. Trump'ın nümayəndəsi Amerika Birləşmiş Ştatları sanksiyalarına məruz qalan Kirill Dmitriyevi öz evində yeməyə dəvət edib. Ağ Ev və Dövlət Departamentində bu hadisə müsbət qarşılanmayıb. Bu, təhlükəsizlik prosedurlarının pozulmasıdır. Narazılıqların fonunda yemək dəvəti Ağ Evə keçirilib. Witkov özellikle Ukrayna-Rusya savaşında Rus taraftarı bir profil çizmekte olduğu görülmektedir. Ukrayna'nın yeraltı kaynaklarının ve kıymetli toprak minerallerinin Amerika tarafından adeta savaş tazminatı karşılığı hak elde edilmesi ve Amerika-Rusya blokuyla NATO'nun Avrupa kanadının Trump tarafından yok sayılırcasına hareket edilmesi gibi durumlarda Witkoff'un görüşlerinin etkili olduğu anlaşılmaktadır. Donald Trump'ın xüsusi nümayəndəsi Steve Witkoff 3-cü dəfə Rusiya lideri Vladimir Putinlə görüşüb. Atəşkəs və yekun sülh razılaşmasına dair müzakirələrin aparıldığı bildirilib. Ağ Ev bunu danışıqlar prosesində yeni addım kimi qiymətləndirib. 4 saatdan çox baş tutan müzakirələr mediaya qapalı şəkildə keçirilib. Proqnozlar onu göstərir ki, tərəflərin bu görüşü yayılan iddiaları daha da gücləndirib.